اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أشبه أباك يا حسن واخلع عن الحق رسن واعبد إلها ذا المنن ولا توالي ذا الأحن. Muhammed Ali Muhammed'in cemali kemalına bir salavatla xətm ediyoruz. Allahümme salli ala Muhammed ve accil faracah. Xanım Zəhra salamun əleyhanı tanımaq Əyyam-ı Fatimiyyədə bizim ümdə vəzifəmizdir. Hətta öz şəxsindən çox, mən həmişə deyirəm, hədəfin və məqsədin tanımaq bizim ümdə vəzifəmizdir. Adətən təqdimatlar qənaətbəxş olmur və ya Allah eləməsin, səhv gedir. Məsələn, biz İslam aləmi hamısı bir xilaskar gözləyir. Hz. Məhdi aleyhisselamı gözləyir və bu vaxta qədər təqdimatın içərisində xəyanətlər olub. Məsələn, deyiblər, İmam-ı Zaman aleyhisselam gələndə, mən uşaq vaxtı deyərdilər bizə, deyərdilər, İmam-ı Zaman aleyhisselam gələcək əlində qılınclayacaq, tökəcək. Adam ürəyində deyərdi, kaş mən ölüncə gəlməsin. Adam belə deyərdi. Amma təqdimat səhvdir. Quran-ı Kərim bizə Peyğəmbəri necə təqdim edir? Deyir, əşiddau aləl küffar, ruhamau beynəhum, harisun aleykum bil mu'minina raufur rahim. Allah təbarək və teala Peyğəmbəri belə təqdim edir. Deyir, Peyğəmbər qəzəblidir kafirlərə yalnız. Amma harisun aleykum bil mu'min, möminlərə Peyğəmbər çox aşiqdir, çox ərisdir, çox əlaqəlidir. Raufur rahim, çox mehribandır. Peyğəmbər necə gəlibsə, İmam-ı Zaman İslam'da elə gələcək. Eləcə də xanım Zəhra salamun əleyhanın bu gün də mənbərlərdən qəzəbindən çox danışılır. Amma Peyğəmbərimiz xanım Zəhra salamun əleyha haqqında buyuranda Ya Fatimə innəllaha yərza lirizdak və yəğzəb liğədəbik. Allah sənin razılığa razılaşacaq, razıdır və sənin qəzəbi və qəzəblidir. Birinci hissə qalıb, ikinci hissədən danışırıq. Və qəzəbi də təqdim eləyəndə onun da formasını demirik. Qəzəb yəni nə? İnşallah bu gecə mövzumuz Hz. Zəhra salamun əleyhanın razılıq və qəzəbidir. Kəbələ onları söndürür. Salavat deyək Muhammed Ali. Əhsən. Bəli. Əvvəlcə xanım Zəhra salamun əleyhanın rıza və məhəbbətinin və mehribançılığının biz öz səviyyəmizdə başa düşdüyümüz şəkildə mərhələli gedək. Anı idi xanım Zəhra salamun əleyhanın. Övladına məhəbbətə baxın. İmam Həsən əleyhisselam baxır İmam Həsən əleyhisselama şeirlə, bayaq oxuduğum əvvəldə şeirlə balasını oxşayır. Adam, analarımız bax bu xanım Zəhranın bu kəlamından da ibrət götürək ki, necə balasını oxşayır. Bu bir neçə cümlənin içində bir neçə ibrət var. O ibrətləri tutana barəkallah. Əşbəh əbəkə ya Həsən. Atıva oxşa oğul Həsən. Birinci ilə oxşamalı kişidir əleyhisselam. Həm də burada atanı oğlun gözündə bir ana böyüdür. Yoxsa evdə xanım deyək ki, oğluna, bax dədə oxşam, o dədə öldü də, o gözdən düşdü. Əşbəh əbəkə ya Həsən. Atıva oxşa oğul Həsən. Vəxlə anil haqqə rəsən. Haqqın boynundan kəndirləri aç. Elə oğul ol,
qoyma haqqın ələyəğin bağlasınlar. Haqqı gözünün qabağında qoyma bağlasınlar. Va'bud ilahen zəlmənən, minnətlər sahibi olan Allaha yalnız ibadət elə. Və la tüvalidəl əhən, bədxahları, kinlilərlə dost olma, bədxah insanlardan dost olma. Bəni Nəccarın bağında İmam Həsən, İmam Hüseyin Əssalam gedib gözdən itəndə ana necə gəlir Peyğəmbərin huzuruna? Baba, ya Resulallah, Həsənlə Hüseyin yoxdur. Həzrəti Cəbrail o ananın məhəbbətinə nazil olur, ya Peyğəmbər, Bəni Nəccarın bağında yatıblar balalar. Peyğəmbər sahabələrlə gedir, görürlər yatıblar bir ağacın dibində, götürür Peyğəmbər ikisini də çiyninə. Bax, bunları İslam aləmi görməlidir. Sahabələr deyir, ver mənə, o deyir, Peyğəmbər biz buyurur, olmaz. Əbu Bəkir deyir, xeyrə mərkəbin, ay Həsən, ay Hüseyin, nə gözəl miniyiz var. Peyğəmbərimiz deyir, elə demə, deyən xeyrə rakibin və mərkəb. Minənlər də gözəldir, minilən də gözəldir. Mən aparacam bunları. Allahu Ekber. Atıya mehribandır. İndi burada qızlar atıya mehribansın gərək xanım Zəhradan öyrənir. Mən xanım Zəhra salamü aleyhin rizayətindən, məhəbbətindən danışıram, mehribansığından danışıram. Atıya necə mehribandır? Həmişə Peyğəmbərə ana kimi rəftar edib öz atasına. Xanım Zəhranın bir dənə də ləqəbi Ümmə nədir? Ümmə Əbiha, atasının anası. Necə mehriban olub xanım Zəhraya, Peyğəmbər buyurur, atasının anası. Atasının anası sənə atam qurban, Peyğəmbərimiz buyurur. Allah Rəsulunun o çətin günlərində bir ana olub Peyğəmbərə. Buyurur, Həzrəti Zəhra salamu aleyhə Peyğəmbəri ərəblər çağırırdı ucadan. Allah ayə göndərdi. Bir-birinizi çağırdığınız kimi Peyğəmbər çağırmayın. Peyğəmbərə müraciətləri düzgün edin. Ümumiyyətlə, müraciət forması insanın öz mədəniyyətini göstərən bir şeydir. Bir də görürsən, məsələn, biri hacıdır, nə olar hacı deyəndə? Biri Kərbəlayıdır, biri Məşədir, biri müəllimdir, biri böyük yaşda əmi denən, dayı denən. Bəzən müraciətdən bilinir ki, bu adamın içində nə var? Müraciət formasından mədəniyyət səviyyəsi bilinir. Peyğəmbərimizə bu ayə gələndə hamı deyir, ya Rəsulallah, daha ad çağırmırlar. Evə tərəf gələndə xanım Zəhra salamata buyurur, ya Rəsulallah. Peyğəmbərimiz buyurur, qızım, sən mənə əbəhdir, əbətadır, atamdır. Sən ata deyəndə mənim ruhum dincəlir. Sən cəmaat kimi demə. Xanım Zəhra ədəbə qurban. Yenə də Rəsulallah sözünü tərk eləmir. Deyir, ya əbəta, ya Rəsulallah. Ay mənim atam, ey Allahın Peyğəmbər. Bu atıya mehribançılıq. Ərə mehribançılığı xanımlar, o gün bir YouTube'da bizim verilişi qoymuşlar, xanımlardan biri yazmışdı, elə həmişə deyirsən ki, xanımlar belə eləsin. Kişilər, yox danışırıq, kişilər də neynəməli deyil. Ancaq bu günləri o torpaq necə bitkini göyərdir, becərir, analar bu günləri bu cəmiyyətin sağlamlığında böyük rol oynayır. Ərinə necə mehriban, çünki xanım məclisidir, ona görə xanım Zəhra salamü aleyhədən danışır. Müraciətə baxın, heç vaxt Əli İslamın adını demədi. Yəbnə əm, ya Əbəl Həsən. Ey əmoğlu, ey Həsənin atası. Müraciət forması. Ey əmoğlu, ey Həsənin atası. Evdə arvad ərə, əliyə, uşaqlarına da əlişqa desə, o kişi gözdən düşər. Bir müraciət forması, bir adam seçə ailədə bir-birini. Və görün müraciətə baxın. Li-ruhi li-ruhikə və nəfsi li-nəfsikə fəda. Əmoğlu ya əmirəl-müminin. Ey Həsənin atası. Ruhum ruhuva, cismim cismüə qurban. Danışıq qaydasına baxın. Evlilik vaxtı
məhriyə istəyir. İndi kəbin kəsirdə bəzən söz yox, boşanmaların sayı çoxalıb, evlilərin sayı azalıb. Kəbin kəsəndə bu günləri təzə məhriyə forması. Bilməyənlər ki, bilmir, o bilən zirək qızlar deyir, bu ilin iPhone yaz kəbin kağıdı. Yox, xanım Zəhra salamlarının məhriyəsinə bax. Deyir, qızım Zəhra, kəbin haqqı Əlidən nə istəyirsən? Deyir, Əsəlükə ən təd'ullaha ən yəcələ məhri əş-şəfaə fi üsati ümmətik. Baba, mən məhriyəm kəbin haqqı olaraq sənin ümmətin günahkarlarının şəfaətini istəyirəm Allah. Xanımın paçluğuna salavat. Allah. Bizim Bihar-ül Ənvar, Əmalə və bir sıra kitablarımızda bu cümlə gəlib. Deyir, Cənab-ı Cəbrail nazil olur və bir hərir, ipəkdən bir yaşıl parça gətirir. Üstündə o kəbin haqqı yazılı gəlir. Cəbrail gətirir. Cəalallahu məhrə Fatimə şəfaətəl muznibin. Allah xanım Fatimə Zəhranın məhriyəsin, ya Peyğəmbər sənin ümmətin günahkarlarının şəfaəti qərar verdi. Sözümü elə bununla qurtararam. İnşallah təhvil verirəm əziz qardaşıma. Xanım, yəni bu cümləni yazılı saxlayın, sonda bu cümləni bir də deyəcəm. Xanım vəsiyyət etdi, bu parçanı mənim sinəmə qoyarsan ya Əli. Bununla gedərəm. Bu Cəbrail gətirdiyi parça ilə gedərəm axirətə. Xanım dünyadan gedəndə duasına baxın. Mehri Fatimədən, mehribansığından danışır. Allahümmə inni əsəlükə billədinə istəfəytəhum və bibukai vuldi fi müfarəqəti ən təğfirə li üsati şiəti və şiəti zürriyyəti. Ey mənim Allahım, sənə and verirəm seçdiklərin hörmətinə, o övliyaların hörmətinə. Və mənim balalarımın mənim ayrılığımda tökdüyü göz yaşlarını and verirəm. Allah səni. Allah mənim şiələrimi və mənim balalarımın şiələrin bağışda. Bu oxuduğum hədislərin bir kitabdan mənbəsini deyirəm. Bihar-ül Ənvarda 43-cü cilddə bu hədislər oradan götürmüşəm. Fəqirə mehribansılığı, yoxsul gəlir. Xanım Zəhra, gəlin gəlir Xanım Zəhra Peyğəmbər evindən imamın evinə, çatanda bir dənə sail, dilənçi çatır Xanım Zəhraya. Peyğəmbərin qızı, görürsən bir köhnə kilimə bürünmüşəm, paltarım yoxdur, mənə paltar ver. Həzrəti Zəhra salamullah deyir, gəl dalınca. Daxil olur imamın evinə, əynində olan o təzə paltar ki, Peyğəmbər evindən çıxıb gəlinlik paltarı, indi demirəm bugünkü bu ağ paltarlardandır, təzə geyindirərdilər gəlini gedəndə. Təzə paltarı çıxardır, köhnə paltarı özü geyir, ata evində geydiyin, gəlinliyin çıxardır, verir sailə, dilənçiyə. Peyğəmbərimiz 3 gündən sonra gəlir qız evinə, deyir, qızım, niyə o evimizdə geyinən paltar burada üstündədir? Niyə təzə paltarı geyməyibsən? Həzrət buyurur, baba onu sailə verdim. Olmazdı bunu verəsən. Deyir Allah Teala Ali İmran surəsindədir bu ayə. Lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Allah buyurur, yaxşılığın özünə çata bilməz bir adam ta sevdiyindən verməsə. İki şey var, onun biri sənə sevirsən, biri onun al. Sevdiyi verməyi bacarırsansa, sən yaxşılığın özünə çatacaqsan. Məsələn, 2 manatın var cibində, istəyir adam dədəsinə yasını oxutura, çıxardır, görür biri əziydi, biri şaxdır. O şaxı qıyıb vermir, o əziyi verir dədəsi üçün yasını. Burada birrə çatmaq olmaz. İki şeyin yaxşısı hansıdır, onu verməyi bacarırsansa, sən yaxşılığın özünə çatacaqsan inşallah. Quran vədə verir. Peyğəmbər burada buyurur. Bi əbi əntə və ummi ya ummə əbi. Atam anam sənə qurban. Ey atasının anası. Bu fəqirə mehribansılıq. Allah xanımın yoxsula mehribansılığına görə neçə dəfə bu ayədən, bu surədən söz atmışam. Allah İnsan surəsində 18 ayəni xanımın fəqirə mehribansılığına görə göndərib, tərif edir.
3 gün quru çörəyi yetimə, miskinə, fəqirə verir, mehribançılıq göstərir. Allah 18 ayə Həl-Əta surəsi, İnsan surəsi tərif edir bu xanımın o 3 tikə quru çörəyi. Allahu Ekber. Bura qədər razılığından danışdım, biraz qəzəbindən danışım. İkinci hissə xanımın qəzəbi. Çünki Peyğəmbər buyurdu, Yarda li-rıza və yəqdəb li-qəzəbiha. Allah Fatimənin razılığına razılaşar, qəzəbinə qəzəblənər. İndi o qəzəb nədir? Biz deyəndə qəzəb, öz qəzəbimiz gəlir gözümüzün qabağına. Əzizlərim, 2 cür qəzəb var. Yavaş-yavaş qutaracağım sözümü, tələsirəm deməyə ki, çox vaxtınızı almayayım. 2 cür qəzəb var. Biri müsbət qəzəb, biri mənfi qəzəb. Müsbət qəzəb Allah bəyənər. O danlanan və qorxulu qəzəb mənfi qəzəbdir. Yersiz qəzəbdir. Hər şeyə qəzəblənməkdir. Müsbət qəzəbi deyəcəm. Mənfi qəzəb şeytanın oxlarındandır. Alovdur, ateşdir, insanın canına düşər. Bəs soruşsaq ki, neyin qəzəblənən zaman? Qəzəblənən zaman odu nə ilə söndürərlər? Su ilə. Elə ki, gördün qəzəbləndin, dəstəmaz al, üzüyə su vur. Əl-üzü yu, ateş sönsün, şeytanın yandırdığı alov sönsün. Su söndürməsə nə ilə söndürərlər? Torpaqla. Torpaqla söndürərlər. Ged səcdiyə. Qəzəbləndin, ged alnı sökə torpağa səcdiyə. Bayaq dedim, çəkəcək o torpaq mənfi qəzəbi. Və yaxud da indi birdən torpaq söndürməsə bir yanan yeri neynirsən, oradan qaçırsan. Gördün qəzəb sənə güc gəlir, oradan halı dəyiş, oturubsan dur, durubsan otur, uzaqlaş oradan, get, qəzəblənən yerdə qalma. Heç nə da əlindən gəlməndə qaçırsan. Bəli. Qəzəb də belədir. Qaçandan sonra görürsən əlindən bir şey gəlmir, neynirsən? Hay salırsan, qoymayın yandı, qoymayın. Deyir, onda hədis verir. La ilahə illallah deyir, Allahu Ekber deyir, Subhanallah deyir, ta qəzəbin keçsin. Bu da qəzəbin müalicəsini dedim. Quranda 22 dəfə qəzəb sözü gəlir. Onun 16'sı Allah'a nisbət verilir. Yəni Allahın qəzəbindən. 16 yerdə Allahın qəzəbindən danışır. Qalan 6 yerdə müqəddəs şəxslərin qəzəbindən danışır. Mən bir ikisini deyirəm ki, biləsiz, yəni Quranda da müsbət qəzəb var. Mütəal Allah Əraf surəsinin 150-ci ayəsində buyurur. Fələmmə rəcə Musa ilə qavmihi qəzbanən əsəfa. Musa Peyğəmbər getdi Tur-i Sinaya, qayıtdı, gördü cəmaat, onun möminləri buzova pərəstçiləri, Samirinin buzovuna qəzəbləndi, əlindən Tövratın vərəqlərini atdı, tutdu qardaşı Harunun kəkili vardı uzun, tutdu ondan, yapışdı yaxasından, dedi anam oğlu mənə niyə əsəbləşsən, dedi mən bunları sənə tapşırmışdım, getmişdim. Qəzbanən əsəfa, təəssüf nəmək qəzəb? Allah Musa Peyğəmbərin qəzəbin neçə əsr sonra Quranda bizə tərif edir. Heç Allah onu danlamır da. Niyə görəsən o qəzəbləmiş? Kim deyər? Əhsən, Allaha xatir, haqdan ötür. Bu qəzəb müsbət. İkinci, Ənbiya surəsi 87-ci ayət. Neçədən Quran ayəsi öyrənir, Əyyam Fatimədə. Və zənnuni izzəbə muğadibən. Bu ayə sizə tanışdı. Fəzənnə ən lən nəqdir əleyh fənada fizzülümati əllə ilahə illən subhanəkə inni kuntu minəd zalimin fəstəcəbnə Allahu və nəccəvi minəl qəvm və kədalikə nuncil mu'min. Sadaqallahul aliyyul azim. O sadaqallahul azim deyənlər Aliyyul azim, Ali Allahın adıdır orada, Allahın sifəti. Ali aleyhisselama nifrətlərinə görə Aliyini demirlər, deyirlər Ali. O Ali orada Allahın adı deyir, bu Ali aleyhisselamın adı deyir. Sadaqallahu Aliyyul azim, Subhana Rabbiyal azimi, Subhana Rabbiyal a'la. Bu Allahın adlarıdır. Baxın, Yunus Peyğəmbər və Zənnun Yunus Peyğəmbərin bir Quranda ləqəbidir. Əzzəhəbə muğadibən, bəla istədi Yunus Peyğəmbər, sonra qaçdı. Qəzəbləndi, muğadibən qəzəbli. Sonra Nəml surəsi 21-ci ayədə, bunu da oxuyaq bəsdir. Nəml surəsi 21-ci ayədə Allah Teala Süleyman Peyğəmbərin qəzəbindən danışır. Kim deyər, nəyə qəzəbləndi? Sağ ol, kimdir o deyər? Hudhud quşuna, şanapipiyə, dedi maliyə, la ərəli hudhuda. Çıxdı səhər-səhər, yoxlayır, quşlar bunun ixtiyarındadır. Quran bizə qədər. Gördü, hudhuda tapşırdığı yerində yoxdur.
Dedi, mən niyə görmürəm hudhudu yerində? Ləuəzzibənəhu əzabən şədidən, ona şiddətli əzab verəcəm. Əvla əzbəhənnə, ya da onun başın bədənindən ayrılır. Qəzəbləndi Süleyman Peyğəmbər. Bu Allaha xatir qəzəblərdir, müsbət qəzəblərdir. Əbazər Peyğəmbər səhabəsin Osman Rəbəzə çölünə sürgün elədi, bilirsin niyə? Osmanın üstünə qəzəbləndiyinə görə onu cəmi 4 nəfər yola salır Rəbəziyə, çölə sürgün olunur. Mədinə Məkkə arasında bir quraqlıq səhra var, oraya göndərirlər Peyğəmbərin səhabəsi. Və bu səhabə deyil, deyirsiniz səhabələr toxunulmaz. Və bu səhabə deyil, o yəsiz qurut səhrada öldü acından, susundan. Əbazəri Əli əleyhissalam balaları yola salır və gəlir, ağa ona buyurur. Ennəkə qəzibtə lillah. Əbazər, sənin qəzəbin Allaha xatir. Sən Allah üçün qəzəbləndin. Yaxşı, xanımın qəzəbi Allaha xatir qəzəbdir. Qatqı yoxdur. Kim o qəzəbə səbəb və düçar olsa, Peyğəmbər bunu buyurur, Allahın qəzəbinə düçar olar. Biz Fatimiyyədə, dünən də bu söz dedim, qardaş, çox məhduduq. Danışa bilmirik, oğru elə qışqırır, doğrunun bağrı yarılır. Biz danışan kimi bu boyda yarım saatlıq, 40 dəqiqəlik söz qalır, 2 dəqiqəni kəsirlər, deyirlər, bax görürsünüz şiyələr nə deyir, düşürlər o xanımın qatillərinin tərəfdarları üstümüzə ki, bunlar belə deyir. Məhduduq, necə imamlarımız danışa bilməyib. Biz də bu günləri hər şeyi deyə bilmərik daha doğrusu. Yaxşı, qəzəbin zahirə çıxan yeri haradır? Bu bir Quran dərsidir. Qəzəb harda zahirə çıxır? Harda ifadə olunur? Bir neçə cür olur. Birinci, qəzəblinin adama qarğış eləyər. Düzdür ya, yox. İkinci, görər alınmadı, sözlə əl qaldırar. Üçüncü, silahı olsa silahı əl atar. Necə İmam Hüseyin əleyhissalam Vəlidin məclisində yapışdı Vəlidin boğazından, öz haqqın necədir istəməz, Həzrət Əbəlfəz əleyhissalam və gəldi. Bu qəzəblənən zaman ifadəli, Allaha xatir. 5 cür müsbət qəzəb var. Quran məntiqlən bunu deyim, zikr müsbətə işarədim. 5 cür müsbət qəzəb var. Birinci, Quran buyurur, özdə deyir, haqqı gizlədəndə, gördüyün biri haqqı gizlədir, Allaha xatir öz səviyyəsində qəzəblən, Allah haqqı gizlədənlərə Bəqərə surəsi 159-cu ayədə lənət oxuyur. Ulaikə yələnhumullah və yələnhumullailun əlləzinə yəktumunə ma ənzəlnə minəl bəyinat vəl hüdə. Mən hidayət, bəyan göndərmişəm. Kim onları gizlətsə, Allahın və lənət edənlərin lənəti ona gəlsin. İmam Rıza aleyhissalam, qalsın bu hədis, keçim, çox mətəl eləməyim sizi. Xanım bu vəziyyətlə üzləşdi. Haqqı gizlətdilər. Haqq, Allah yer kürəsinə, Peyğəmbərin dalıca, Əli əleyhissalamı İslama rəhbər, ümmətə rəhbər təyinləyib, bunun haqqının üstündən xət çəkdilər, sabah cümədə deyəcəm nə dedilər. Xət çəkdilər, haqqı olmayanı gətirdilər, oturtdular Peyğəmbərin yerində. Şənini ucaltdı, səsini ucaltdı, danışdı, xütbə oxudu. Niyə xanımın qəzəbinə biz müsbət deyirik? Zaten müsbətdir, biz demirik. Əgər xanım onda qəzəblənməsəydi, bu günləri biz Əliyyün Vəliyullah deyənlər yoxdur. Çünki bizə bugün deyərdilər, əgər Əli əleyhissalamın haqqı qəsb olmuşsa, niyə Peyğəmbərin qızı danışmadı? Peyğəmbərin dost doğma bir qızı vardı, o niyə qəzəblənmədi? Xanım Zəhra salamul əleyha bir tarixə bir dənə dəlil, höccət və sübut qoyub bu qəzəbi ilə. Kordan gizlənən xanım çıxıb meydana. Xanım birbaşa üzlərinə deyirdi. Özdə elə belə ortada danışmırdı ha. Ən böyük haqqı deməklə yaxşı üzə deməkdir. Xanım üzünə deyirdi onların. Deyirdi, babam Peyğəmbərdən sonra, o gündə bu söz dedim, atam Peyğəmbərdən sonra tısbağa qınından başını çıxardan kimi şeytan çıxartdı, səslədi.
Siz iki nəfər o şeytanın çağırışına itaət eləyən siz oldunuz və çıxdınız həsikətun nifaq başlatdınız, münafiqlik elədiniz, aləmi vurdunuz bir-birinə. 5 mərhələli xanım mübarizə apardı. Bunu demişəm daha bir dəfə də inşallah təkrar edər. Keçən bunu demişdim. İkinci qəzəb, müsbət qəzəb dində bidət olandadır. Gördün dində olmayanı dinə gətiriblər. Allah Rəsulü azanda həyyələ xeyirləməl qoyub, gətirdilər onu çıxartdılar, əs-salatu xeyrun minən-növm qoydular. Dində olmayanı dinə gətirəndə gərək insan qəzəblənə, Allahın dini müdafiə eləyə. Osman ibn Məzun uşağı öldü, Bəqidədir. Osman ibn Məzun yaxşı səhabədir, Bəqidədir qəbri. Övladı öldü. Oldu tərki dünya, girdi, evə çıxmadı sonra. Ailəsinin uşağını da dindirmədi. Ancaq namaz qılır, ancaq namaz qılır. Arvadı gəldi Peyğəmbərin huzuruna. Dedi, ya Rasulallah, Osman ibn Məzun 40 günü keçib ki, evdən çölə çıxmır, heç birimizdən danışmır. Niyə? Övladımız öləndən sonra tərki dünya olur. Peyğəmbər durdu ayağa getsin, ayaqqabların geyməyə hövsələsi çatmadı. Ayaqqabları başmalar götürdü, əlinə qaça-qaça gəldi Osman ibn. Dedi, Osman ibn Məzun, sən mənim dinimə bidət gətirsən. Müsibət zamanı tərki dünyalıq mənim dinimdə yoxdur. Peyğəmbərin sözü ilə Osman ibn Məzun çıxdı evdən. Bidət, bu dində olmayan bir Peyğəmbər sahabəsi eləsəydi, hamı eləyəcəkdi. İctimai günahlar baş verəndə, demiş, 5 günə müsbət qəzəb var, bunu sayıram, qurtarıram. İctimai günahlar yayılanda, hamı günah eləyəndə mömin gərək dözməsin, qəzəblənsin. Məsələn, gördün, şərab aşkar oldu. Girirsən bir restorana, görürsən şərab məclisidir. Oturma orada, ay hacı, ay Kərbəlayı, ay Seyid, ay molla, ay namaz qılan. Özündən yenilik qoyma, demə mənim stolumda yoxdur o baş. Bir qarın yeməsi adam acından ölməz ki. Öz etirazı bildir, mən bu toy layiq deyil ki, girmirəm bura. Mən bu toy fəsad toydu, bura girmirəm. Sən dini bir adamın üzrü olaraq bir, Allahı seçdin, gələ Allah tərəfində olasın. İctimai günahlar aşıra çıxanda gərək insan gördün ki, günah reklamıdır, etirazı bildirəsən, gücün çatan qədər. Dördüncü, müqəddəs şəxslər təhqir olunanda səsi çıxar. Sosial şəbəkələrdə sənin əqidə, dinin, imanın, imamı götürüb lağlıq eləyirlər. Nədən qorxursan? Altından bir kəlmə yaz qoy bilsin, ölməyib əhl-i beyt sevərlər. Ya Hüseyin, biz hələ ölməmişik. Mərsiyəmizdə var. Cavab ver, oxu, öyrən, dəlillə, məntiqlə cavab ver. Sənin ruhani götürürlər, lağlağı eləyirlər, yayırlar. Bir cavab ver, denən bu mənim öndə gedənimdir, bu mənim əqidəmin sərhədçisidir. Adam bir müqəddəsatın, hörmətli şəxslərin müdafiə eləyər. O günləri demişdim, Cabir ibn Əbdüllah Ənsari necə məntiqlə müdafiə eləyir Həzrəti Zəhra, salamul əleyhani. Arxayın bu günləri sosial şəbəkələr imamların əleyhinə danışır, əqidəmizin əleyhinə danışır. 5-ci, cihadda süslük eləyəndə Allah özü qəzəblənir. Tövbə surəsi 118-ci ayədir. Və bir dənə də nöqtə, mən 5 demişdim, birini də bayaqlar dedim. 6-cısı, məmur öz vəzifəsinə əməl eləməyəndə ona qəzəblənmək müsbət qəzəbdir. Əgər bu günləri məmur gəlir bir postda oturur, dədəsinin malı kimi elə mənimdir, cəmaatın haqqını yeyir, bunun üstünə gərək qəzəblənəsən. Eləmə. Hardan dedim Quranda, Süleyman Peyğəmbər Hudhudun üstünə qəzəbləndi. Yaxşı. Əli Aleyhisselamın valilərinə qəzəblənməsi var, xütbələrində buyurur. Xanım Zəhra salamullah əleyhanın qəzəbi bu qəzəbdəndir. Amma bir dənə qəzəblə sözümü sona çatdırıram. Həzrəti Zəhra salamullah əleyha şəhid olandan sonra Əmirül Müminin aleyhissalam 7 və ya bəzi rivayətlərdə 40 yerdə qəbir düzəltdi. Qəbir formasında torpağı yığdı bir yerdə. Səhər açılında dedilər Peyğəmbər qızın necə oldu? Dedilər gecə ilə Ağa Əmirül Müminin aleyhissalam xanımın vəsiyyəti əsasında qəssilni billeyl, kəffinni billeyl, dəffinni billeyl, əli mənə gecə qusul verərsən.
Tarix gəlir bu suallara cavab verir. Niyə gecə? Mənə gecə kəfən bükərsən, gecə dəfn eləyərsən. Gəldilər, töküldülər o xanımı öldürənlər Əli İslamın qapısına. Olmaz, töküldülər Bəqiyyə qəbirləri axtarılır. Hansıdır Zəhranın qəbri? Çıxardacağıq, biz ona təzədən namaz qılıb dəfn edəcəyik. Bəqiyyə dolublar, Həzrət Əleyhisselama xəbər gəldi. Peyğəmbərimiz də buyurmuş ki, haçan Əli sarı qəbasın geyinsə ehtiyat eləyin. Hədis buyurur, və xərəcə Əliyyün muğdəba. Əmirül-Möminin İslam qəzəbli şəkildə çıxdı evdən. Və qəd ihmərrət əynahu, gözləri qızarıb. Gözləri o atam anam qurban olsun, ya Əmirül-Mömin. Və daurət əvdacuh, damarları şişib. Və ələ yədihi qəbahul əsfər. Qəba, sarı qəbası vardı, onu qəzəblənəndə giyərdi. Onu geyinmədi, götürdü, attı qolunun üstünə. Eşitdi, bəqi dolub, xanımı axtarırlar. Əlləzi ləm yəkun yəlbisuhu illa fi kərihətin. Heç vaxt o qəbanı qəzəblənməsəydi geyməzdi. Və yətəfəqqə alə seyfi. Qılıncı da qınına yox, söykənə gedir ağam Bəqiyə. Elə ki, Əmirül-Möminin İslamın bu halını gördülər və təvəlləl qavm ən Bəqi. Başladılar, arxalarını çevirdilər Bəqiyə tərəf, qaçmağa başladılar. Bu qəzəblər müsbət qəzəbdir. Əmirül-Möminin İslam xanım Zəhra özü buyurur, mənim başıma gələn müsibətlər gündüzün başına gəlsə gecə olar, bu kinayədir. Bu müsibətləri biz bilmirik. Əmirül-Möminin İslam buyurur, birdən sizdən ən böyük dərd hansı dərd deyərlər, kişinin gözünün qabağında xanımın öldürərlər, kişinin əl olub ağlı olar. Həzrət Zəhranın müsibəti. Mən inşallah Kərbəladan xahiş edirəm, buradan oxuyar, mən bizi ki müsibətə işarə edib enirəm yerə. Bayaqlarına dedim, xanım Zəhra salamun əleyha buyurur, mənim kəbin haqqım babam Peyğəmbərin ümmətinin, özümün və balalarımın, şiyələrinin, günahkarlarının şəfaəti. Bir kitab var, Şeyx Vəhid Xorasani yazır, Misbahül Hüda, iki ciltdir. Orada ağa özü danışır, deyir bir gün Molla Fazil Dərbəndi, bu Dərbənddən bizim böyük alimlərimizdən biri, Molla Fazil Dərbəndi gəlir Azərbaycana, sonra yazır Urmiya şəhərinə. Urmiya gəlir, çıxır mənbərə, ağa Nəcəfdən gəlir, cəmaat Məhərrəm məclisi yığılır, dolub mənbərin ətəyi hər yer, deyirlər, ağa çıxır mənbərə, deyir, ay cəmaat, bilirsiniz bugün sizə kimlə danışacağım? Deyirlər, ağa kimdən? Deyir, mən bugün elə bir şəxsdən danışacağım, o Allah yanında peyğəmbərlərdən, imamlardan, ərşi daşıyan mələklərdən, Allahın müqərrəb mələklərindən başqa bütün məxluqatdan Allah yanında əfzəldir. Deyir, dedi cümləni, sonra dayandı. Dedi, yox, hətta ərşi daşıyan mələklərdən də əfzəldir. Dayandı, dedilər, axı kimdir? Dedi, yox, dayanın, bu Allahın müqərrəb mələklərindən də Allah yanında əfzəldir. Dedilər, ağa, de görək kimlə danışacaq. Dedi, mən bu günləri Əli oğlu Əvvəlfəzdən danışacaq. Necə? Dedi, mən mənbərdə Molla Fazıl Dərbəndi danışır. Deyir, qiyamətin günündə Peyğəmbər sallallahu aleyhi və səlləm sıratda dayanar ümmətinin günahkarlarına şəfaət eləməyə, buyurar, ya Əli, get qızım Zəhranı gətir məhşərə. Xanım Zəhra salamun əleyha gələr məhşərə, Peyğəmbər soruşar, qızım, nə ilə gəlibsən mənim ümmətimin günahkarlarına şəfaət? Həzrəti Zəhra salamun əleyha buyurar, kəfani əl-yədanil məqtu'atan. Ata, məhşərə bir hədiyə gətirmişəm, bir şəfaətçi gətirmişəm, sənin ümmətin, bütün günahkarların Allah ona xatır bağışlayar. Qızım, o nədir? Oğlum Əvvəlfəzil Kərbəlada düşən bir cüt qolları ilə gəlmişəm məhşərə. Ya Zəhra! Kim behişt istəsə döysün bu səfalı qapını, çündəri Rovze-i Rizvandır Əlinin qapısı.
Heyf ola saxlamadı hörmətini bir iddə zülm ilə od tutub odlandı Əlinin qapısı. Ya Resulallah özün ümmətinə xatir gəl. Ya Resulallah özün ümmətinə xatir gəl. Qan ilə gör necə əlvandı Əlinin qapısı. Dar o divar arasında gülü cənnət yandı. Dar o divar arasında gülü cənnət yandı. Yan dilim, yan necə ki yandı Əlinin qapısı. Olmadı Fatimənin halına bir kimsə yanan. Olmadı Fatimənin halına bir kimsə yanan, halına bircə fəqət yandı Əlinin qapısı. Halına bircə fəqət yandı Əlinin qapısı. Allahümme salli ala Muhammedin ve ali Bismillahirrahmanirrahim. Ya Rahman Ya Rahim. Ya Fatıma Zahra Ya binti Muhammed Ya Qurrat Ayni Resul Ya Seyyidatena ve Mevlatena İnna tevajjahna ve isteshva'na ve tevassalna قدمناك بين يدي حاجاتنا يا Hamımız diye ne olar kurban olun. İşvai lena Allah ya حسن عند الله اشفعي لنا عند الله ana meclisine gelmişsen alem melekler de gelip sen de gelmişsen Ürəyində nə dərdim var, nə istəyim var, al nəzərə. Sahib İmam-ı Zaman ağadır, dərd və dərman eyləyər ucad elə, ya vəzihətə. Təbəssül edirsən Həzrəti Zəhraya Ya vəcihətən İşvai lənə Allah ey köməyim Fatimə Sinə yara Sen beni
tenha koyup söyle gedirsen hara. Sen şerefe hursen, gözlerimin nursen, medrek hakkın para, söyle gedirsen hara. Ey benim hemserim, sabreyle, dilde çoktur gamim, sabreyle. Kaş anasızlık sözün evde felek salmaya, oğlan uşağı dözet, kız anasız kalmaya. Kaş anasızlık sözün evden felek salmaya, oğlan uşağı dözer, kız anasız kalmaya. Zeynep Kürsüm için ayrılığın saksidir, güsseye yer kız eğer, gönlün almaya. Her yerden kadem kadem götürüp ana meclisine gelenler, ana mehriban değil, anasını elden verenler yaxşı bilenler. Ananın varlığı nedir? Ananın evde nefesi nedir? Ay, ellerin dua eyleyər, kaldıran Allah dergahına diyar, Allah benim balamı xətadan koru, benim balamı koru. Her derdim olanda ananın kapısına gelirim, ama öz elleriyle anasını qəbrə koyanlar bu gecelerde ağlayanlar aynen. Amma gedək birimə, orada da bir ana öldü, orada da bir ana dünyadan gitti. Allah hiçbir evvel göstermesin cavan ananın ölmeyi. Ay, Selman deyir gecenin bir yansın görmüşüm, ne görmüşsen Selman? Hamımız her yerde görürsün, cavan ana dünyadan gidende onun balalarını evde sağlamazlar. Onun balalarına pararlar komşu yerine, onun balalarına pararlar kohum evine. Ananın cenazesini görmesinler. Amma Selman deyir elinin evinde bela olmadı. Ne görübsən? Deyir gecenin yarısı gördüm ben senden Hüseyin su getirir. Eli gusl eyleyir ellerde ölenler. Məzlumiyyət və canımız qurban, müsibət və ağlayanların qurban. Allah belə dərd olmaz, Allah belə müsibət olmaz, belə məzlumiyyət olmaz. Yazırlar Mola Ali bir neçə yerdə, Quslun bir neçə yerində, qusuldan əllərin kənar eyləyib,
O 4 tane balasını ananın cenazesinden ayırıp benim balalarım. Ay benim balalarım çok uzadan ağlamayın. Sesimizi eşitmezler. Ay Allah, ay Allah. Ben sual edeyim burada azizlerime. Birinin anası dünyadan gitse ona nece demiyorlar. Ağlama, ağlama, ağlama. Yavaş ağlayın, məzlumiyet ve kurbanım. Onlar ətəklərin ağızlarına bağladılar. Əllərdə ölən zəraya ağladılar. Amma Fizzə nə deyir? Deyir gördüm qusnun axırında Mola Əli əllərin qoydu divara. Elə hönkürtüdən ağladı. Hər bir balası sakit eyləyələm. Balaların gözyaşı silən əli gördü elə ucadan ağladı. Dodaqlarının altında dedi Zəra, elə utandım səndən ay Zəra. Sənə quslu verəndə sınan qaburğalarından utanmayacağım. Sinəndə mismar yarəsin gördüm, utandım ay Zəra. Mən gərək hər dərdimi səndən böləydim, bölmədim. Mən sənin quslun verən saat öləydim, ölmədim, ölmədim, qaldın cənazən üstəsinə dağladım, ölmədim öz əllərim, gözlərimi bağladım. Zəra dur balalarım dindir hayvanım, dur bax gör balalarım necə ağlayır Zəra, ay Zəra, ay Zəra. Ana cənazəsini evinə gətirənlər, burada əziz qardaşlarımı tanıyıram, onlar da anaların əldən verirlər. Ananın cənazəsi gələndə dudum oduna, balalar nə eləyər? Ay Həsən Hüseynin boynu qucaqlayıb deyir, qardaş ağlama, ağlama, ağlama. Zeynəbim kursuma təsəlli verir, bacı, anamız öldü bizim. Yaverimiz getdi əlimizdən, ay bacı. Gətirdi ananın cənazəsini dudum anına, amma yazınlar. Dedi mənim oğlum böyük oğlu İmam Həsən idi. Dedi Həsən qapını açıq sağla, bəlkə bir nəfər gəldi baş sağlığı. Bəlkə bir nəfər gəldi baş sağlığı verməyə. Amma cənazə evdən çıxana qədər bir nəfər gəlib demədi, əli başı sağ olsun. Bir nəfər gəlib o balaların qəlbinə almadı. Bir nəfər gəlib demədi, balalar ağlamayın, ay baba. Səs verin, sen. Ondan əllərin qoydu ürək başına. Dedi biz bu Yəsribdə qəribik, ucadan ağlayalım. Ay mənim gün görməyən balalarım, anamız əldə ölüb, gəlin bahəm ağlayalım. Bahəm ağladılar əllərdə ölən Zəraya. Amma istəyirəm xanım Zeynəbin o naləsindən oxuyum. Ondan sonra inşallah sinə vuram. Yorğun səsim canım sənin o göz yaşlarına qurban olsun. Ay ana məclisinə gələnlər, deyərlər əvvəl ana dünyadan getsə onun qızın çağıranlar.
Deyərlər gəl oxşamadı, laylaydı, biz ağlayıq. 5 yaşından başına qarə salan Zeynəb gəldi qabaq. Xanım adıva qurban olar, hərəmivə qurban olar. Gəldi ananın baş bəndinə, kəfənin baş bəndindən üzünü açdı, üzün qoydu nənənin o göyərən üzünü. Dedi ay nənə, ilahi yanmayım necə, şərari möhnət o qəmə. Mənim anam cavan ölür, Mədinə badı matəmə söndür. Mənim anam cavan ölür, Mədinə badı matəmə. Səni çox vurub layataylı, səni çox vurub layataylı. Sənə qurbanam yaralanım, sənə qurbanam yaralanım. Dedi ay dağlar başı dumandı, əl-əsəy eləmandı. Ay anamın məclisinə gələnlər mənim anama gözəl ağlayın, mənim anam cavandı. Mənim anama ürəkdən ağlayın, mənim anamın yasıdan xar ol. 7 nəfər ilə Peyğəmbər balası 7 nəfər ilə qəbr evinə gedir. Burada bir nəfər dünyasında isə qohumda, qonşuda hamı tökülüb gələrlər ora. Amma Peyğəmbər balası dünyadan gedir 7 nəfər ilə. Mevla Əli gətirir və qəbristanı Bəqiyyə. Amma xanımı dəfn edəndən sonra gör nə qədər məzlumiyyəti var Mövlanın. Üzün çevirdi o 7 nəfərə dedi, Allah sizdən razı olsun. Allah sizin əlinizdən tutsun. Məzlum əlinin əlindən tutubsuz. Allah sizdən razı olsun. Dedilər, Əleycan, Mevla, dur gedivə, taqətdən düşmüsən, yorulmuşsan, çox ağlamısan, çox həşdən düşmüsən. Amma özün çevirdi onlara dedi, siz gedin rahat yatın, çöllərdə sərgərdan mənəm. Siz gedin rahat yatın, çöllərdə sərgərdan mənəm. Siz gedin rahat eviz vardı, evi viran. Mənim Zəhram gedib əlimdən, mənim evim yıxılıb, mənim evim dağılıb. Üzün qoydu Zəhranın qəbrinə. Dedi, Zəhra dur, dua eylə məni, mən də ölüm, mən də ölüm, mən də ölüm. Neynirəm sənsiz olan dünyanı, ay xanım, ay xanım, ay xanım. Amma çox gecə yatmayan əli aləmi rüyada gördü. Zəhra əllərin qoynunda dayanır. Əli, əmoğlu, dur gedəvə, balalarımı öldürdü, öldürdü. Dur gedəvə, balalarımı qoyma ağlayalar. Daim başa Zeynəb, qarə məcər bağlasın. Aləm ağlasa mənə, qoyma Hüseynim ağlasın, ay Əli. Səs ver Hüseyin, rozəm tamamdır. Bizim bir dostumuz dedi ki, bir əziz qardaşımız var idi, onun əhli əyalı evində xəstə idi, yoldaşı xəstə idi, dedi, gəldi bir baş çəkək buna. Gəldi, dedik, baş çəkək, elə bizi dəvət elədi, Dudimanında, dedi, bir çaydan içində yarı yol, o boyda yol gəlmişsiniz. Dedik, də xəstə olan evdə çox qalmayaq. Elə deyir, qapıdan bir çıxanda, yoldaşı xəstə idi, ağır xəstə idi, qapıdan deyir, bir çıxanda gördüm, onun 3 dənə balası var. Analarının o yatdığı otaqdan qasa-qasa gəldilər bizim yanımıza, əlimizdən tutdular, dedilər, əmi, gedirsiniz, amma bizim anamızı Allahdan dua eləyin, ölməsin.
Bizim anamızı Allah'tan dua eləyin ölməsin. Atam da çox əziyyət çəkir. Gecələr də ağlayır, gündüzlər də ağlayır, amma bizim yanımızda ağlamır. Bizim anamızı dua eləyin Allah'tan anamız ölməsin ha. Biz ona bağlıyıq, biz onsuz yaşaya bilmərik. Bunu dedi, biz də ürəyimiz dözmədi, biz də ağladıq, amma çıxdıq getdi. Üstündən bir neçə gündən sonra xəbər verdilər ki, bu həmən xəstə yatan ana vəfat edib, dünyadan gedib. Deyir, biz elə gəldik ki, onların evinə yaxınlaşmağa hələ məsafəmiz var. Onun o 3 balasının nalə səsi bütün yaşayış yerini götürmüşdü. Gəldi, yetişdik deyir, qardaşın evinə başsağlığı verdi. Amma deyir, bir mənzərə gördük. O 3 dənə balanı deyir, cənazədən ayırırlar. Təzədən deyir, özlərini salırlar o ananın cənazəsindən. Yenidən deyir, ayırırlar o balaları ana cənazəsindən. Yenidən gedirlər o ana cənazəsinə. Biri qucağına alır, başına əl çəkir. Biri göz yaşını silir. Biri aparır başqa otağa. Amma deyirlər ki, gətirdilər bu ananın cənazəsini ki, namaz qılınıb qutarandan sonra bizim dostumuz çıxdı cəmaatın qabağında, dedi ki, ay cəmaat, mən elə bilmiyim ki, həyat yoldaşımı itirmişəm, ağlayıram. Mən elə bilmiyim ki, bunun dərdindən ağlayıram. Balalarım yetim qaldı, ağlayıram. Mən yetim qaldım, ağlayıram. Yox. Deyir, baxın, görün, mənim qapımda belə bir hadisə oldu. Xanımım əlimdən getdi, balalarım yetim qaldı. Mənim dostlarım gəldi, qonşularım gəldi, qohumlarım gəldi, hamı eşidənlər gəldi. Mənim balalarımı ana cənazəsindən ayırdılar. Amma mən bir məzlumiyyət ağlayıram ki, Mövla Əli cənazədən balaları bilmirdi ayıram. Bilmirdi özü oturub ağlayarlar da ölən Zəhraya. Dedi, mənim öz balalarım da, mənim əhl-əyalım da sənin məzlumiyyətinə qurban olsun, ya Əmir əl-Müminin. Ona görə gecələr gələrdi bəqi qəbristanın, deyədi Zəhra, günüzlər evdə ağlaya bilmirəm. Gecələr gələrəm qəbrin üstünə, ağlarım, 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 ağlarım. Səs verin Hüseyin.